Tank. Tankın. Harada deyir o, tankın. Tankın? Azərbaycan şəxsiyyətlə salam, hər vaxtınız xeyirli olsun. Hərbi qənimətlər parkında hər dəfə hansısa bir texnika görəndə fikirləşsən ki, bunun üstə nəsə bir maraqlı şey danışmaq olar. Olar. T-72. Dərhal baxan kimi kimsə başlayacaq ağız əyməyə ki, həkaylə tankdır. Həkaylə tankdır. Bu dəqiqə həmin o köhnə tanklarla dünya bir-birinə vurublar. Rusiya-Ukrayna müharibəsində elə modernizasiya ilə ki, gəl görəsən. Düzdür, T-72, 72 rəqəmindən artıq bilinir ki, nə vaxtın tankıdır və Sovetlərin o dövrdəki tank istehsalı konsepsiyasında olan bir xətt özünü biruzə verməyə bilməzdi. Nədən danışıram? Tankın müdafiəsi bu dəqiqə çox vacibdir. Biz bilirik ki, dronlarla tankları çox rahatlıqla vururlar, etiraf eləmək lazımdır və bunun üçün bu barədə dəfələrlə demişəm ki, konkret olaraq tankları müdafiə eləmək üçün anti-dron sistemləri lazımdır. Söhbət lüləli zenit artilleriyalarından gedir. Amma tankın özü də deyir, bir lotereya bileti algıdan ki, mən də sənə bir udmaq şəraiti yaradım. Yəni tankın özü də qorunmalıdır da. Tankın özü qorunmasa, hay nə qədər istəsən zenit topu düzgünən hər yerə. Söhbət nədən gedir? T-72 tanklarında bir qayda olaraq belə bazı modeli bu idi, belə idi, üstündə heç nə yox idi. Öz zirəhi, qalın zirəhidir, ən qalın hissəsi bax buradır. Baba, bu lövhəni görürsünüz. Bax, ən qalın hissəsi buradır və güllənin ön hissəsi ən qalın yeri sayılır. Onun nə qədər qalın olduğunu digər bir yerdə mən sizə göstərəcəm. Görəcəyiz ki, əslində qalsa burada nə qədər zireh var. Və zireh bütün metal deyil. Orada kompozit zirehlənmə deyilən bir anlayış var. Polad gəlir, sonra steklotekstalit, sonra yenə polad, başqa bir material və o, bax, belə bucaq altında düzülür. 200 mm ümumi qalınlığıdır, məhz buranı nəzərdə tuturam. Belə düz bucaq altına baxanda burada 200 mm zireh var. Əyiləndə həmin o 200 mm dönür olur 400 mm. Çünki mərmi bax belə gəlir, dəyər ona. Və bunu deşmək üçün 400 mm-lik zirehi deşib keçməlidir. Məhz ona görə güllənin ön hissəsinə diqqətlə fikir verəndə düz yeri həddən artıq azdır. Sonradan yenə də bucaq altında gəlir və o bucaq altına gələn o ərazinin özünün də zirehi qalınır, amma getdikcə nazikləşir. Və dronlar da ondan çox istifadə edirlər. Məhz heç bir dron tanka buradan dəymir. Heç bir dron tanka öndən dəymir. Dron tanka dəyəndə üstdən dəyir. Ya güllənin üstündən orada zireh haradasa 40 mm qədərdir. Buradan dəyə bilər, buradan baxanda, burada zirehin qalınlığı 80 mm-dir, bordların götürürəm də və arxa hissəsində, mühərrik transmissiya hissəsində burada ümumiyyətlə nazikdir zireh. Bax, fikir verin, görsənir. Görürsünüz nə qədəri? Və təbii ki, bu ön, yuxarı hissədə ümumiyyətlə zireh yoxdur. Burada radiatorlardır, onların setkalarıdır. Və təbii ki, dron buradan dəyir. Buradan da dron dəyə bilər, burada da zireh həddən artıq nazikdir. Bax, görürsünüz, göstərəm. 3 cm-dir maksimum, 30 mm. 30 mm. Deşmək bu boyda zirehi dron üçün çox azandır, çünki orada kumulativ effekt var, bu barədə danışacaq sonra. Və nə edirlər? Təbii ki, tankı, Sovet tank istehsalında o dövrlərdə fikirləşirdilər ki, təbii ki, bu bucaqları artırmaqla zirehin qalınlığı artır. Dediyimiz kimi 200 mm belədir. Əyirsən, dönür olur 400. Və təbii ki, mərmi, lülə kalibr 6 mərmilər var. Pat kalibrinin broneboyna snarad deyirlər, zirehdelən mərmilərdir. Onlar partlamır. Onlar sadəcə olaraq gəlir, dəyir və deşməlidir. Partlamır. Onlar dəyəndə rikoşet verəcək. Belə planlaşdırırlar. Amma indi artıq bəllidir ki, müasir tank mərmiləri ümumiyyətlə rikoşet vermir. Çünki onların sürəti həddən artıq böyüdür. 1500 metr saniyədən artıq sürətlə uçur və ona görə də onlarda rikoşet anlayışı yoxdur. Amma zirehin qalınlığı burada özünü göstərməlidir. Belə olan halda ən əsas silah nədir? Dron və təbii ki, mərmilər və onlara qarşı effektiv pasiv müdafiə sistemləri lazımdır. Pasiv müdafiə sistemlərindən danışanda isə bu tankın üstünə baxmaq əsl yerdən düşərdir. Burada
bu kərpiclərdən söhbət gedirsə. Vaxtı ikən 60-60-cı illərdə Amerika və İsrail Blazer müdafiə sistemindən istifadə edirdi. Şəkildə görürsəm o Blazeri. Və Blazerdən sonra həmin o M60 tankı idi. Blazerlə müdafiə olunmuş Sovet İttifaqının əlinə keçdi və ondan sonra təbii ki, T-70'lerin üzərində Kontakt 1 adı altında bax belə müdafiədən istifadə olunur. Söhbət nədən gedir? Əslinə qalsa bu kərpiclərin içi boş olmamalı. Bu kərpiclərin içində bir ədəd belə və bir ədəd bax belə plastinkalar var və onlar partlayıcı maddədir. Biri bucağı altındadır. Bax, belə düz yerləşir. Bax, burada belə bucağı altındadır. İkincisi isə bax, belə bucağı altındadır. Onlar partlayıcılar. Bunların içi boşdur. Dərhal hiss olunur və bu boşdursa vəssalam, bunun qram xeyri yoxdur. Amma o partlayıcı plastinkalar bunun içində olanda artıq kumulativ partlayışın qarşısını effektiv ala bilir. Çünki kumulativ sursat buna dəyəndə bu özü, içində partlayıcı var axı, partlayır və kumulativ şırnağın yaranmasının qarşısını alır. Və artıq həmin o kumulativ şırnaq gəlib əsas zirehə gəlib çatırsa da dağınıq formada çatır və təbii ki, tankın zirehini deşə bilmir. Ona görə də tankın önü ən çox atəşə məruz qalan hissədir. Dronlara qədər deyirəm. Önü və fikir verin güllənin üstü, yanları və bütün bunların hamısı müdafiə olunmalıdır. Burada boşluqlar var yeri gəlmişlər. Bu köhnə variant, köhnə modifikasiyalar deyənə bu boşluqlar burada özünü bir özə verir. Və təbii ki, belə flashbordlardan da istifadə olunur və bu flashbordlarda rezin və metaldan istifadə olunur. Diqqətlə baxanda görmək mümkündür. İçində rezin və metal, eləcə də sintetika var burada və bir qayda olaraq planlaşdırılırdı ki, əgər kumulativ sursat buna dəysə partlayacaq və partlayandan sonra təbii ki, o şırnaq keçmir. Amma bunu vurub dağılıb keçirdi problemsiz filansız. Ona görə də məhz belə kontakt birləri burada düzməyə başlamışdılar. Bütün bunların hamısını və buralara düzməyə başladılar. Yəni bu tip nazik metal tankı müdafiə eləmir. Ələxüsusən belə boşluqlar varsa, fikir verin, burada boşluq varsa, əgər sursat gəlib buradan keçirsə vəssalam. Tankın arxası bəlli məsələdir ki, vurulacaq. Ona görə də hardasa bir bura qədər tank müdafiə olunurdu. 30 dərəcə bucaq, atəş bucağı var. Tankçılar bilirlər söhbətlərdən gedir. Öndən atəş açılırsa 30 dərəcə bucağa qədər gəlib bura qədər mərmi dəyə bilər. Buradan o tərəfə artıq dəymir. Daha çox bura qədər dəyir və ona görə də bura qədər də həmin o Kontakt 1-dən istifadə olunur. Kontakt 1-dən sonra yarandı Kontakt 5. Kontakt 5-dən sonra yarandı Relikt. Söhbət Rusiya, Çin, Sovet İttifaqından gedir ki, onlar bu sistemləri getdikcə yaratmağa başladılar. Və onlar da tankın müdafiəsində çox gözəl, deməzdim, belə super, mega formada göstərirlər. Amma fakt göstərə bilirlər. Yəni tankı müdafiə eləmək olur. Amma tank elə sistemlərlə müdafiə olunmursa, vəziyyət olur ağlamalı. Məsələn, 44 günlük müharibədə vurulmuş tanklardan biri və bunun üzərində zirehin nə qədər qalın olduğunu görmək mümkündür. Həmin o T-70 yadımızdadır. Eyni ilə həmin o T-70'dir. Tankın önüdür və tankın önündə zirehin qalınlığına fikir verin. Bax, əllə göstərə. Bax, burada qutarır, burada başlayır. Fikir verirsiniz, bax, ən qalın hissəsi. Burada qutarır. Minimum 40 santimetr, 400 millimetr. Bax, burada zireh var. Tankın önü. Öndən gələn hissədir. İndi baxın, yavaş-yavaş getdikcə gəldi, azaldı. Ölü nöqtə, 0 nöqtə buranı götürüyor. Bax, buranı. Bax, bu boyda hissədə qalındı. Bura artıq güllənin faktiki yan arxa hissəsidir. Burada isə zireh. Bax, əlimizi bura vururuq və bura vururuq. Təqribən 20 santimetr. Arxada isə ümumiyyətlə nazikdir. Çünki içərdən baxanda görmək mümkündür ki, içəri nə qədər boşdur. Burada artıq o tankın atılmış gilizinin o paddon deyirlər ona. Paddon çıxmaq üçün olan bir yerdir. O buradan çıxır. Və burada zireh zəifdir. Başqa sözlə, tank öndən zirehlə müdafiə olunur. Burada göründüyü kimi. Arxadan zireh yoxdur. Ona görə tankı arxadan vurmaq 2-2-dir. Eyni ilə də söhbət onun gövdəsindən gedir. Gövdəsinə də baxanda. Düzdür, burada tankın gövdəsi açılmayıb, amma hər bir halda. Bax, burada sadəcə olaraq təxmin etmək olar. Bax, buradan o sürücü mexanikin lükunun kənarından görmək olur ki, orada zireh nə qədər nazikdir, düz yerdə.
Zireh nə qədər nazikdir. Amma burada artıq görmək mümkündür ki, bu zireh yavaş-yavaş gəlir və qalınlaşmağa başlayır. Bunların içində fikir verin. İçi boşdur. Bunun içində həmin o partlayıcı yoxdur. Yoxdursa, onu başqa cürə heç cürə partlada bilmirsən yeri gəlmişsə. Yalnız mərmi dəyib partlatmalıdır, başqa variant yoxdur. Bax, buradan görsənir. İçi boşdur. Bunların içi boşdursa, görürsünüz, boşdur. Bu dəmir damız. Bunların içi boşdursa, vəssalam, qram tanka xeyri yoxdur. Boş-boşuna artıq çəkilir. Dediyim kimi, Kontakt 1, Kontakt 5, Relikt, Ukraynada Noj adı altında belə müdafiə sistemləri var idi ki, onların hər biri tankın müdafiə olunması üçün nəzərdə tutulmuş. Tankı tam 180 dərəcə. Heç cürə o qədər qalınlıqla, zirehlə müdafiə edə bilməzsən. Bu olacaq neçə 100 ton, mümkün deyil. Elementar qalınlığı 1 santimetr və sahəsi 1 kvadrat metr olan zirehin çəkisini bu dəqiqə görürsünüz. Yer edirəm. 1 kvadrat metr zireh və qalınlığı 1 santimetr. Bu dəqiqə rəqəmi görürsünüz ki, o neçə kilodur. Və onu artırın. Və onda görəcəksiniz ki, tank nə qədər həqiqətən də ağır bir texnikadır. Mən belə texnikalara baxanda daha çox həmin o kumulativ şırnağın deşiyini axtarıram, tapa bilmirəm həmişə. Amma bəlli məsələdir ki, bu tank vurulub və içərdən yanıb və ona görə də burada həmin o tankın haradan vurulduğunu, bəlkə də minanın üstünə çıxıb bu tank ola bilər. Çünki əgər burada traklar yerindən çıxıbsa və tarsiyonlar dağılıbsa, deməli bu tank ola bilsin ki, minaya düşüb, ola bilər. İstisna etmək olmaz. Amma görə bilməm. Neysə, yəni müdafiədən söhbət gedirsə, tankın müdafiəsindən söhbət gedirsə, bu dəqiqə müasir müharibə üçün tankların pasiv və aktiv formada müdafiəsi həddən artıq böyük əhəmiyyət kəsb edir. Əbəs yerə deyil ki, Ruslar bütün özlərinin T-72'lərini T-72 BM2, BM3 modifikasiyasına qədər modernizasiya edirlər. Düz arada bir deyirlər ki, T-72 BM2 dilənçilər üçün nəzərdə tutulmuş tanklardır, yəni ucuz modifikasiyadır. Amma reallıqda o çox belə effektiv ola bilər. Düzdür, T-90 MS super modifikasiya olunmuş bir tankdır. Çox gözəl modifikasiyadır o. Şəklini görürsünüz. T-72 BM və yaxud M modifikasiyası BM, orada hərflər bir-birinə qarışır. Yəni modifikasiya olunmuş tanklardan, T-72'lərdən söhbət gedir. Orada elə-belə üstünü dolduraq, mühərriki biraz qüvvətləndirək, o da qüvvətləndirsək, 840 at gücündə yeri gəlmişəm mühərriklər. T-34-dən qalmalardır, 840 at gücündə olan mühərriklərdir. Məhz bu mühərrik 840 at gücündə olan mühərrikdir. V94-dür, səhv eləmirəmsə. Deməli, sürətlər qutusudur, transmissiyasıdır və planetar ötürücülərdir. Sağda və solda. Bunları da görmək mümkündür. Tankın varsa super. Deməli, sən yerüstü quru əməliyyatlarını çox effektiv həyata keçirə bilərsən. Amma o tankları qorumaq üçün onların modifikasiyası və müdafiəsi həddən artıq vacib. Bax, hətta burada da bu hissədə tankın zirehinin qalınlığını görmək mümkündür. 2 santimetrdə maksimum. Səhv eləmirəmsə. Hə, Talih? 2 santimetr olar da burada. Təxminən. Hə. Bu düzdür, qüllənin altında qalan yerdir, amma hər halda da, yəni nə dərəcədə hələ bu qalınlıqda da davam eləyir. 20 mm maksimum, 25 mm. Okey, yaxşı. Artıq yoxdur. Bu qaynaq yerlərdir. Bu özü qaynaq oldu, hamısı fikir verin, qaynaq yerlərdir görmək mümkündür. Tankı qaynaqla yıxırlar. Bu başqa variant yoxdur. Neylə yığasan tankı? Boltla, şurupla, qayqa ilə yıxmayacaqsan ki. Deməli, bizim də öz tanklarımız var və yenə deyirəm, mən hər dəfə bu barədə danışanda mən deyirəm ki, bizim qonşularımıza etibar yoxdur. Və bu nöqteyi nəzərdən biz hər bir halda öz zirehli texnikamızı qorumaq üçün mütləqdir ki, modernizasiya olunsun. Mühərriki, zirehi, nişan alma, optik sistemləri, anti-dron mübarizə sistemləri, bütün bunların hamısı burada çox vacibdir. Və belə olan halda təbii ki, biz öz tanklarımızı hipotetik müharibələrdə təbii ki, düşmən silahlı sistemlərindən, dronlarından, tank əleyhinə raket və mərmilərindən qoruya bilərik. Yox, onda biz çox itirə bilərik. Ona görə də itirməmək üçün mütləqdir ki, bütün bunların hamısı qorunsun. Hətta fərq üçün maraqlıdır, burada erməni kaskası da var, həmin o dediyimiz aşağıdır da. O deyirdimi? Fikir verin, qəlpə deyəndə kaskanın, fikir verin, ümumiyyətlə metal yoxdur burada. Bunlar bir qədər olaraq qəlpəyə qarşı nəzərdə tutulur. Hətta elə qəlpələr var ki, onu deşik keçirdi. Yəni ona görə də bu yalnız beynin dağılması məsələ dəyəndə. Naziklik budur, amma çəki var. Təsəvvür edin ki, tankın özünün zirehini, hətta fikir verin, hətta burada və burada fərqə baxın qalınlığa. Bax buna
və buna. Fikir verin, fərq necədir? Bunların hamısı konkret olaraq nədən xəbər verir? Erməni dəsmalı. Erməni. Belə şeylər çox olur tankda. O ziplərin hamısını oraya yığırsan da, bütün cəhizləri. Neysə, yadıma düşdü, hamısı bir təbii nələr yığırdıq. Bu tank minaya düşüb, traklar gedib hamısı. Bir sözlə, tankın müdafiə olunmasında yenə də əsas istiqamətlər. Zireh, 2. Elektron müdafiə, 3. Antidron silahlar ki, onlar tankın üstündə mütləq olmalıdır. Belə olan halda təbii ki, tankın dronlardan və mərmilərdən, ələqsa raketlərdən qorunması üçün şanslar çox artır. Düzdür, bu demək deyil ki, 100%li qorunur tank. Yox, amma müdafiə sistemi artır. Sən bunların hamısını yaratmaqla, məsələn, tankın qabağına hansısa bir mərmi dəysə, onu deşmir buradan. Deşməyə bilər və deşmirsə, deməli, tank hələ də özünün döyüş qabiliyyətini qoruyub saxlamış olur. Deyir, amma deşmir. Rusların, misal üçün, Rusiya-Ukrayna müharibəsində baş vermişdi orada, T-90'a qarşı Bradley BMP-si döyüşürdü, o video var. Və Bradley BMP-si o qədər mərmi attı ki, prorıv tankı idi yeri gəlmişkən. Prorıv idi. Prorıvın o hansı sistemləri sıradan çıxdı və güllə başladı fırlanmaq öz-özünə. Hop, tank sıradan çıxdı. Vəssalam, güllə öz-özünə qeyri-ixtiyarı olaraq başlayıb fırlanmağa, sən heç nə eləyə bilmirsən. Sonradan başa düşmək mümkün idi ki, müəyyən datçiklər var. Onlar vurulub sıradan çıxarılanda, tank təbii ki, tankın gülləsi idarə etməni itirir, elektronikada. Və elektronika ona görə zibil şeydir. Bir şey olan kimi sıradan çıxır. Dərəbaba qaydası ona görə yaxşıdır. Neysə, həmin o elektronika sıradan çıxdığında tankın gülləsi başladı fırlanmağa. Tank, vəssalam, getdi işin gücünü alır. Bütün bunların hamısı olmasın deyənə, təbii ki, tankın belə bir şəraitlərdə ən zəif yerlərinin bir daha konseptual olaraq nəzərdən keçirilməsi və müdafiəsi mütləqdir. Belə olan halda, təbii ki, sənin zirehli qüvvələrin dronlara qarşı da döyüşə bilər, piyadəyə qarşı da, düşmənin zirehli texnikasına qarşı effektiv ola bilər. Yox, belə o lüt tanklar ki olacaq, o tanklar var, lüt tank, bunsuz, müdafiəsiz. Onda vəziyyət ağırdır. Tankı ümumiyyətlə giyindirmək lazımdır. Bəzəmək lazımdır tankı sözün əsl mənasında. Onda bəli, sən o tankı qoruya bilərsən. Belə, bu da zirehlə bağlı olan bir xudmani süjeti idi. Bunu nəzərə almaq lazımdır. Salamat qalın, əsas odur.